Salam müəllimlər. Bugün biz metakognitiv bacarıqların formalaşdırılması metodikasına aid testlərin izahına baxacağıq. Əvvəl yadımıza salaq, metakognitiv bacarıq dedikdə nə başa düşürük? Yəni metakognitiv bacarıq o deməkdir ki, şagird burada özünü monitorinq edəcək, özünü tənzimləyəcək, özünü qiymətləndirəcək və hər bir komponentin də əsas hissələri var. Hansılardır? Bir daha yadımıza salaq. Demək, özünü monitorinq. Bir dəqiqə qələmi aktiv edeyim. Özünü monitorinq. Özünü tənzimləmə, özünü qiymətləndirmə. Hər birinin də deməli əsas komponentləri var, hansılardır? Özünü monitorinqdə nə öyrənmişdik? Öyrənmişdik ki, şagird özünü müşahidə edəcək, müşahidə. Necə öyrənir, nəyi başa düşür, nəyi başa düşmür, özünü müşahidə edəcək. Yəni, davranışlarını müşahidə edəcək, nələrin baş verdiyini, yəni necə öyrənə bilir, özünü müşahidə edəcək, özü haqda müşahidə edib özü haqda məlumat toplayacaq. Bu olur özünü müşahidə, yəni müşahidə olur. İkinci nədir? İkinci agah olmaq. Agah olmaq. Agah olmaq. Yəni şagird özünü müşahidə etdi, artıq məlumat topladı, özündən halıdır, özündən agahdır. Özü haqda məlumatlıdır. Nəyi bilir, nəyi bilmir, zəif yeri haradır, güclü yeri haradır. Bunlar artıq agahdır şagird bunlardan. Daha sonra rəy var. Rəy də şagird özü haqda başqasından rəy alacaq. Yəni, məsələn, müəllim rəy verə bilər şagirdə, yoldaşı rəy verə bilər və yaxud özündən deməli, bilik səviyyəcə yüksək olan bir şəxs rəy verə bilər şagird haqda. Bu olur özünün monitorinq. Artıq şagird özünü müşahidə etdi, özündən agah oldu, başqasından rəy aldı özü haqda. Yəni, istəyir şagird olsun, istəyir hər bir insan olsun. Yəni, bu özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə bütün insanlara aiddir. Yəni, hər bir insan bu metakognitiv bacarıqlara əməl etsə, deməli, o işində uğur qazanar. Demək, özünü tənzimləmə nədir? Artıq özü haqda məlumatlıdır. Özünü nizamlayacaq, özünü tənzimləyəcək. Bunun üçün nə edəcək? Deməli, burada 4 dənə əsas, buradan yazıram. 4 əsas komponenti var, hansılardır? Məqsədinə, məsələn, məqsədin müəyyən edilməsi. Məqsəd qoyur. Deməli, birinci nə oldu? Məqsəd. Yəni, mən bu dərsi öyrənməliyəm, mən və yaxud bu imtahandan yüksək balla çıxmalıyam. Məqsəd qoyuldu. İkinci, artıq məqsədi var, planlaşdırma aparacaq. Planlaşdırma, qısa yazıram. Planlaşdırma apardı. Məsələn, hansı işlər görməliyəm, planlaşdırmanı qoydu. Daha sonra emosiyalarının tənzimlənməsi. Yəni, ola bilsin ki, planlaşma aparıb, hər hansı bir tapşırığı yerinə yetirəndə çətinlik çəkir. O zaman ruhdan düşəcək. Neynəməlidir? Emosiyalarını idarə etməlidir, tənzimləməlidir. Bəli, mən indi bacarmadım. Daha çox çalışıb bacaracam. Emosiyalarını deməli tənzimləmək. Emosiya. Yəni, emosiyalarını tənzimləmək. Sonra müəyyən şərtlərdə, o planlaşmada müəyyən dəyişiklikləri aparacaq və uyğunlaşma. Uyğunlaşma.
Yəni artıq şagird harda zəifdir, harda güclüdür, o zəif olan hissəni müəyyən etdi, bildi, planlaşmada dəyişiklik yapardı və o deməli uyğunlaşma yaranır. Burada artıq şagird o qurduğu planlaşmaya uyğunlaşır. Bu olur özünü tənzimləmə. Daha sonra özünü qiymətləndirmə gəlir. Özünü qiymətləndirməndə iki əsas komponenti var. Artıq şagird özünü müşahidə etdi, özünü tənzimlədi. Artıq imtahandadır və yaxud müəllim olsun. İmtahanın yüksək bal topladı. Qiymətləndirdi. Şagird özünü qiymətləndirdi və yaxud müəllim özünü qiymətləndirdi. Mən hədəfə, məqsədə çatdım. Qiymətləndirmə. İkinci komponent refleksiyadır. Refleksiya nədir? Özünü qiymətləndirdi. Bəli, mən deməli bu imtahandan keçdim. Yüksək balla keçdim. Refleksiya nədir? Bu imtahanda mən hansı sualları bilmədim? Artıq özünü refleksiya edəcək. Nəyi bilmədim? O bilmədiklərini seçib onun üzərində çalışacaq. Yəni nəyi bildim, nəyi bilmədim? Yəni refleksiya da budur. İndi davam eləyək testimizə. Aha. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin deyirsə, doğrudan doğrunu götürürük, yanlışdan yanlışı götürürük. Şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilər. Bəli, şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilər. Bu doğrudur. Şagird özünü müşahidə edəcək, öz fəaliyyətini izləyəcək, daha yaxşı nəticə əldə etmək üçün informasiya əldə edəcək. Nəyi bilirəm, nəyi bilmirəm, artıq bunları müşahidə etdi, öyrəndi. Bir doğrudur. Şagird öz fəaliyyəti ilə bağlı rəy aldıqda fəaliyyətində diqqət yetirmədiyi məqamları aydın görə bilər. Bəli, şagird başqasından rəy alır. O rəy nəticəsində fəaliyyətində nələrə diqqət etmir, o məqamları aydın görür. Çünki başqası ona rəy verdi. Və hər bir insan ola bilsin ki, özünün hər hansı bir xüsusiyyətini tanımır. Başqası onun xüsusiyyətini dedikdə artıq özünü müşahidə edəcək. Deməli, bu xüsusiyyət məndə varmı? Artıq özü haqqında məlumatlı olacaq. Rəy almaq, başqasından rəy almaq. İki də doğrudur. İndi keçirik yanlışa. Planlaşdırılan fəaliyyət bir çox hallarda ona görə uğurlu olur ki, bu zaman atılan addımlar effektiv şəkildə istiqamətlendirilir. Bəli, bu da doğrudur. Demək, bir planlaşdırma varsa, burada əlbəttə ki, effektiv olacaq. O atılan addımlar effektiv olacaq. Emosiyaları tanımaq və idarə etmək bacarığı şagirdə sosial həyatında faydalıdır. Əlbəttə, biz emosiyalarımızı və ya şagirdlər emosiyalarını tanısa, idarə etsə, sosial həyatda faydalı olacaq. Yəni, ünsiyyətdə, əməkdaşlıqda və yaxud hər hansı bir dərs öyrəndikdə, hər hansı bir uğursuzluğu onu ruhdan salmayacaq. Çünki emosiyalarını idarə edəcək, daha səylə çalışacaq. Uyğunluq deyir, burada dördü də doğrudur, dördü də doğru fikirdir. Ona görə biz doğrudan doğruları götürürük. Cavab C variantı. Növbəti. Şagirdə verilmiş sual nümunələrindən hansı onlarda metakognitiv bacarıqların inkişafını təşviq etmir? İndi baxaq, görək hansı uyğun gəlir. Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən? Bəli, bu şagirdin özünün istifadə etdiyi üsuldur. Metakognitiv bacarıqdır. Özünün bir üsulu var. Bu aiddir. Aid olmayanı götürməliyik. Ona görə A-nı çıxıram.
Öyrənmə prosesinə nəzarət etmək üçün gedişatda hansı amillərə diqqət yetirirsən? Bəli, bu da özünə aiddir. Hansı amillərə diqqət yetirirsən? Öyrənmə prosesinə nəzarət üçün. Bu da doğrudur, çıxırıq. Yoldaşlarının diskusiyasında iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən? Artıq burada başqasını dəyərləndirəcək, özünə aid deyil. Deyir ki, yoldaşlarının diskusiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən? Bu idraki sahədə, deməli, taksonomiyanın idraki sahəsindəki olan dəyərləndirmə mərhələsidir. Ona görə də cavab C variantıdır. D-ni də oxuyaq. Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən? Bu da metakognitiv bacarığa aiddir. Hər hansı bir fəaliyyət zamanı nəyi bilib bilmədiyini necə müəyyənləşdirirsən? Bəli, bu da metakognitiv bacarığa aiddir ki, şagird özü haqqında məlumatlı olur. Nəyi bilirəm, nəyi bilmirəm? Növbəti testə keçək. Şagird özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı məlumat metakognitiv bacarıqla əlaqəli olmaz? Deməli, şagird özü ilə bağlı qeydlər aparır, gündəlik tutur. İndi hansı bacarıq özü ilə bağlı, yəni metakognitiv bacarıqla əlaqəli deyil, ona baxaq. Tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervalı müəyyən edir. Bəli, şagird özü üçün vaxt müəyyən edir. Bu metakognitiv bacarıqdır. Yəni ondan əlaqəlidir. Bunu çıxıram. Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısı tərtib edir. Deməli, nəyi bilirəm, nəyi bilmirəm? Bilmədiyinə ehtiyac duyduğu o siyahını tərtib edir. Bu da metakognitiv bacarığa aiddir. Müşahidə aparır öz üçün. Nəyi bilirəm, nəyi bilmirəm? Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi məlumatları müəyyən edir. Deməli, qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir. Bu da aiddir. Daha sonra istifadə etdiyi strategiyalar effektivliyinə görə qruplaşdırır. Bəli, qruplaşdıracaq. Bu strategiyalar hansı faydalıdır, hansı effektivdir, onu qruplaşdıracaq. Təlimata əsasən terminləri qruplaşdırır. Təlimata əsasən terminləri qruplaşdırır. Bu, metakognitiv bacarıqla əlaqəli deyil, qruplaşdırma var burada. Yəni, təlimata əsasən işlər görür. Bu, deməli, psixomotor sahədə təlimat üzrə işləyir. Orada manipulyasiyaya aiddir. Növbəti suala baxaq. Uyğunluq gözlənilmişdir. Özünü qiymətləndirmə şagirdin tapşırıqların icrası zamanı hərəkətlərini, davranışlarını və idraki proseslərini nəzarətdə saxlamasını əhatə edir. Uyğunluq deyir bizə, yəni uyğunluğu biz müəyyən etməliyik. Bəli, burada özünü qiymətləndirmə deyir. Baxın, özünü qiymətləndirmə. Özünü qiymətləndirmə nə idi? Şagird sonda öz nailiyyətini qiymətləndirəcək. Necə bacardım, məqsədə necə çatdım? Özünü qiymətləndirir. Harda çətinliyim oldu? Harda uğur qazandım? Onu təhlil edəcək. Bu refleksiyadır. Burada özünü qiymətləndirmə şagirdin tapşırıqlarının icrası zamanı hərəkətlərini, davranışlarını və idraki proseslərini nəzarətdə saxlamasını əhatə edir. Nəzarətdə saxlayırsa, bu özünü tənzimləmədir. Yanlışdır, bu yanlışdır. Yanlışa da yanlış yazıblar. Uyğunluq gözlənilir. Biri götürürəm. 2-yə keçək. Şagird fəaliyyətləri barədə yalnız müəllimdən rəy ala bilər. Çünki bu mərhələdə mütləq daha təcrübəli bir şəxs tərəfindən məlumatla təmin olunmaqdır.
Doğru yazıb. Xeyr, şagird fəaliyyətləri barədə, yəni özünü müşahidə üçün rəy alır, başqasından rəy alır. Müəllimdən də ala bilər, yoldaşından da ala bilər, başqa bir şəxsdən də ala bilər. Yalnız müəllim deyir, bu yanlışdır. Yanlışa doğru yazılıb, uyğunluq gözlənilməyib. 2-ni atırıq. Özünü tənzimləmə, özünü idarə etmə. Şagirddən məqsədə çatmaq üçün emosiyalarının, şuurunun fərqində olmasını tələb edir. Bəli, özünü tənzimləmə odur ki, şagird məqsədə çatmaq üçün emosiyalarını idarə etməyə bacarmalıdır. Yəni mən necə düşünürəm, onun fərqində olmalıdır. Bu doğrudur, doğruya yanlış yazılıb, uyğunluq pozulub. Şagirdin özünü tənzimləməsi fəaliyyətin müşahidəsi və bu barədə onun məlumatlandırılması ilə sıx bağlıdır. Özünü tənzimləməsi, müşahidəsi və bu barədə məlumatlandırması ilə sıx bağlıdır. Əlbəttə ki, şagird özündən məlumatlı olur, özünü müşahidə edir, məlumat toplayır özü haqda. Özündən agah olur, başqasından rəy alır özü haqda. Artıq özünü monitorinq etdi, indi keçəcək özünü tənzimləməyə. Yəni məlumatlandı, öz haqda məlumatı var, artıq özünü tənzimləməklə bu sıx bağlıdır. Bu doğrudur, doğruya da doğru yazılıb, 4-ü də götürürəm. Deməli, cavab 1, 4, Y variantı. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri paylayır. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır? Bizdən yanlışı soruşur. Demək, şagird müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri verir. Bölmənin sonunda şagird özünü qiymətləndirəcək. Müəllim iş vərəqi verir ki, şagird özünü qiymətləndirsin. Yanlış olanı biz götürürük. Şagirdlər növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmək imkanı əldə edəcəklər. Bəli, şagird özünü qiymətləndirir. Növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirir. Yəni, növbəti bölmə üçün mən daha nələri edəcəm? Bu doğrudur, bizə yanlış lazımdır. Götürmürük. Şagirdlər onlar üçün hansı mövzuların çətin, hansılarının daha maraqlı olduğunu müəyyənləşdirəcək. Bəli, bu da metakognitiv bacarıqla uyğundur. Götürmürəm. Müəllimin şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi ona şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan yaradacaq. Bəli, şagird müəllim onu qiymətləndirmə prosesinə cəlb etdikdə şagird özü haqqında məlumatlı olacaq. Bunu da götürmürəm. Deməli, C doğrudur. Götürmürük. D-yə baxaq. Qiymətləndirmənin bu cür təşkil edilməsi, mən tələsdim. Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Yəni, qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Konstruktiv rəy alırsa, bu yoldaş qiymətləndirməsidir. Amma burada biz metakognitiv bacarığa aid olanları seçməliyik. Cavab elə D variantıdır. Yeni də oxuyaq. Şagirdlər bu fəaliyyətə cəlb etməklə çətinlik çəkdikləri məqamları müəyyən edib dərslərinin təşkili ilə bağlı müəllimə təkliflər verə bilər. Bəli, şagirdlər bu fəaliyyətə deməli, şagirdlər özü haqda özləri dərslərini təşkil edəcəklər. Yəni, hansı çətinliklər var, bunları müəyyən edəcək. Bu da metakognitiv bacarığa uyğundur. Ona görə də götürmürük. Cavab D variantıdır ki, burada yoldaş qiymətləndirməsindən danışır.
6-ya baxaq. Aşağıdakı hansı situasiyada şagirdin metakognitiv bacarığının inkişafına ehtiyac olduğu görünür? Yəni metakognitiv bacarığa harda ehtiyac var? Onu seçməliyik. Şagird riyaziyyatdan keçirilən summativdən aşağı nəticə toplayır və bunun səbəblərini aradan qaldırmağa çalışır. Burada şagirdin özünün metakognitiv bacarığı var. Riyaziyyatdan summativ qiymətləndirmədə aşağı nəticə toplayıb, səbəbini araşdıracaq. Harda zəifəm, o zəif yerini müəyyən edib, özünü inkişaf etdirəcək. Şagirdin metakognitiv bacarığı var burada. Ona ehtiyac yoxdur ki, onun metakognitiv bacarığını inkişaf etdirməyə müəllim köməklik etsin. Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir, öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir. Bəli, burada da şagirdin metakognitiv bacarığı var. Deməli, dərsin sonunda nəyi öyrəndi? O məqamları qeyd edir. Öyrənmə prosesində ona aid olmayan, ona aydın olmayan, qaranlıq qalan hissələri də müəyyənləşdirir. Burada da ehtiyac yoxdur ki, şagirddə bu bacarığı inkişaf etdirək. Özündə var. Tədris ilinin əvvəlindən şagird illik hədəflər müəyyənləşdirərək bu hədəflərə çatmaq üçün fərqli strategiyalar müəyyən edir. Şagird hədəfinə çatmaq üçün fərqli strategiyalar müəyyən edir. Deməli, şagirdin metakognitiv bacarığı zəngindir ki, bir strategiyadan başqa bir strategiya, fərqli bir strategiyaya keçəcək. Burada da ehtiyac yoxdur. Şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir. Bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyalardan istifadə edir. Baxın, şagird çətinlik çəkir, özü aradan qaldırmır. Yoldaşının istifadə etdiyi strategiyanı götürür, ondan istifadə edir. Deməli, burada şagirdə bu bacarığı inkişaf etdirməyə ehtiyac var. Yəni, şagirdə metakognitiv bacarığın inkişafına ehtiyac var. Cavab D variantı. Şagird, deməli, TED-dəki çıxış nümunələrinə əsasən fəaliyyətini təhlil edir və çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlayır. Bəli, şagird fəaliyyətini təhlil edir. Harda çatışmazlığım var? Bu çatışmazlığı necə aradan qaldırmalıyam? Plan tərtib edir, özünü tənzimləyir. Burada da ehtiyac yoxdur ki, şagirddə metakognitiv bacarığı inkişaf etdirək. Metakognitiv bacarıqlar haqqında deyilənlərdən hansı doğru deyil? Yəni, doğru olmayana baxaq. Bu bacarıqların formalaşması üçün yalnız müəllim deyil, həmçinin valideynlər də təşəbbüs göstərə bilər. Bəli, tək müəllim bu bacarığı şagirdlərdə formalaşdırmır. Valideyn də formalaşdıra bilər. Doğrudur. Doğru olmayanı biz götürürük. Doğru deyil, onu götürməliyik. Ona görə A-nı ataq. İnsanın özünün idraki proseslərindən agah olması və dərk etməsi onun metakognitiv bacarıqlara sahib olması ilə bağlıdır. Əlbəttə, insan özündən agahdır, özünü izləyib, məlumat toplayıb, nəyi bilir, nəyi bilmir, özündən agahdır. Deməli, bu özündən agahsa, özünü müşahidə edib, monitoring edibsə, metakognitiv bacarığı var deməli bu şəxsin. Doğrudur. Şagirdin özünü mühakimə etmədən sadəcə öz fəaliyyəti haqqında məlumat toplaması özünün monitoring bacarığı ilə bağlıdır. Bəli, məlumat toplayır özü haqqında. Özünün monitorinqə aiddir. Özünün monitorinqin 3 əsas komponenti var idi. Hansı idi? Müşahidə idi, agah olma idi, rəy idi. C-də doğrudur. Hər dərs ev tapşırıqları verərkən şagirdlərin metakognitiv bacarıqlarını inkişaf etdirmək mümkündür. Hər dərs ev tapşırıqları verərkən şagirdlərin metakognitiv bacarıqlarını inkişaf etdirmək mümkündür. Burada hər dərs deyilir. Yəni, buna görə bu yanlış fikirdir. Yəni, şagirdin harda, məsələn, görürük ki, bu şagirddə metakognitiv bacarıq zəifdir. O zaman həmin şagirddə bu bacarıqları formalaşdırır, inkişaf etdirir. Amma hər dərs bu yanlışdır. Doğru cavab elə doğru cavab D variantıdır. Şagirdin özünü tənzimləmə bacarığının yüksək səviyyədə olması
onun emosiyalarını da idarə etməsinə etibar edir. Əlbəttə, şagird özünü tənzimləmək üçün müəyyən plan hazırlayacaq və bir məqsədi qoyur, plan hazırlayır, emosiyalarını idarə edir, daha sonra uyğunlaşır ona. Yəni, emosiyalarını idarə etməsə, o necə nəticəyə çatar? Hər hansı bir çətinlik qarşısına çıxsa, ruhdan düşür, geri çəkilir. Amma emosiyalarını idarə etməlidir. Mən bunu bacarmıramsa, daha səylə çalışıb bunu bacarmalıyam. Yəni, emosiyalarımızı idarə etdikdə artıq o məqsədə biz çatmış, yəni səylə çalışaraq məqsədimizə çatmış oluruq. Y də doğrudur. Cavab D variantı. 8-ci tapşırığa baxaq. Hansı situasiyada şagirdin metakognitiv bacarıqlarının olduğunu deməyə əsas vermir? Yəni, hansı cavabda düşünürük ki, burada şagirdin metakognitiv bacarığı yoxdur. Baxaq. Şagird çətin tapşırıqların öyrənmədə əhəmiyyətini bildiyindən ev tapşırığını yerinə yetirən zaman bu tip tapşırıqlara üstünlük verir. Deməli, şagird çətin tapşırıqların öyrənmədə əhəmiyyətini bildiyindən artıq öz haqqında məlumatlıdır şagird. Bilir ki, çətin tapşırıqları öyrənmək əhəmiyyətlidir ki, məsələn, ev tapşırıqlarını daha deməli çalışqan olacaq, daha digər tapşırıqları daha yaxşı həll edəcək. Bunun fərqindədir. Demək, A doğrudur, bunu götürmürəm. Bizə deyir ki, uyğun olmasın. Yəni, metakognitiv bacarıqların olduğunu deməyə əsas vermir. Bu əsas verir. Şagird bilir ki, çətin tapşırığı yazsam, ev tapşırıqlarını yerinə yetirən zaman deməli, üstünlük əldə edəcəm. A doğrudur. Şagird dərsin sonunda müəllimin tətbiq etdiyi strategiyalardan hansının onun üçün faydalı olmasını müəyyənləşdirir. Bəli, müəllim müəyyən bir strategiyalar tətbiq edib, şagird seçir, özünə uyğun seçim edəcək. Hansı mənə uyğundur, hansı mənə faydalıdır? Özü haqda o məlumatlı olursa, deməli, onda metakognitiv bacarıq var. Şagird dərs ilinin əvvəlində müəyyən məqsədlər qoyur və bu məqsədə çatmaq üçün fərqli yollar müəyyənləşdirir. Məqsəd qoydu, məqsədə çatmaq üçün fərqli yollar, strategiyalar müəyyənləşdirir. Burada da var metakognitiv bacarıq. Şagird dərs prosesində fəaliyyətinə müəyyən dəyişikliklər edərək hədəflərə çatmış olur. Şagird dərs prosesində fəaliyyətinə müəyyən dəyişikliklər edərək hədəflərə çatmış olur. Bəli, dəyişiklik edibsə, deməli, uyğunlaşma hissədədir. Hədəfə çatmış olur. Götürə bilərik. Şagird tapşırıqları edən zaman əvvəlcə nümunələri araşdırır və nəticədə əldə etdiyi informasiyaları ümumiləşdirir. Xeyr, cavab elə Y variantıdır. Şagird tapşırıqları edən zaman əvvəlcə nümunələri araşdırır və nəticədə əldə etdiyi informasiyaları ümumiləşdirir. Bu, anlayır ki, ümumiləşdirir. Bu, idraki sahənin anlamaq mərhələsidir. Bu deyil, cavab deyildir. Elə cavab da Y-ni götürürük. 9-cu testə baxaq. Müəllimin hansı fəaliyyəti şagirddə metakognitiv bacarıqların formalaşdırılmasına xidmət etmir? Deməli, xidmət etmir, buna baxırıq. Müəllim şagirdlərə gündəlik qeydlər aparıb, çətinliklərin nədən ibarət olduğunu müəyyənləşdirməyi, onları necə aradan qaldırmaqla bağlı üsullar müəyyən etməyi tapşırır. Bəli, müəllim burada metakognitiv bacarıqların formalaşmasına yardım edir, formalaşdırır şagirddə. Formalaşdırmayan, yəni ona xidmət etməyəni götürməliyik. A-nı çıxıram. Müəllim şagirdlərə tədqiqat və araşdırma aparmaq üçün mənbələr müəyyənləşdirərək hansı üsulun daha səmərəli olduğu ilə bağlı müşahidə aparmaq təlimatı verir. Burada da şagird müşahidə aparacaq. Hansı daha səmərəlidir?
şagird öz üçün seçim edəcək. Burada da müəllim bu bacarığı inkişaf etdirir. Müəllim şagirdlərdə fəaliyyətini refleksiya etmək üçün onlara nələri daha yaxşı öyrəndiklərini müəyyən etməyi tapşırır. Bəli, burada da yenə şagird deməli öz fəaliyyətini refleksiya edəcək. Nəyi daha yaxşı öyrənirəm? Yəni müəllim bunu tapşırıb, şagird bu haqqda məlumatlı olacaq, özünü refleksiya edəcək. Nəyi daha yaxşı öyrənirəm, nəyi zəif öyrənirəm? Burada da metakognitiv bacarığı inkişaf etdirir. Müəllim şagirdlərə öyrəndikləri məlumatların həqiqiliyini müəyyənləşdirmək üçün onlara fasilitator kimi istiqamət verir. Demək, fasilitator kimi istiqamət verirsə, bu müəllim bir fasilitatordur, yol göstərəndir, istiqamət verəndir. Bu müəllimin bir vəzifəsidir. Bunun metakognitiv bacarığı inkişaf etdirməsi ilə əlaqəsi yoxdur. Yəni elə cavab D variantıdır. Müəllim şagirdlərin öyrənmə prosesindən nə qədər məlumatlı olduğunu müəyyənləşdirmək üçün müzakirə təşkil edir. Yəni müəllim bir müzakirə təşkil edəcək. Şagirdlərin öyrənmə prosesindən nə qədər məlumatlı olduğunu müəyyənləşdirəcək. Yəni bu da o metakognitiv bacarıqların inkişafına təkan verir. Cavab D variantı. Ona baxaq. Müəllim bir məsələni həll edən iki şagirdin işini sinifə təqdim edir. Deməli, iki şagird var, bir məsələni həll ediblər, bunun işini müəllim sinifə təqdim edir. Hər iki şagird eyni cavaba gəlsə də, müəllim qeyd edir ki, yalnız birinin istifadə etdiyi yanaşma gələcəkdə qarşılaşacaq fərqli tipli məsələlərin həllində də effektiv olacaq. Birinci şagird bildirir ki, əvvəlcədən öyrəndiyi həll ardıcıllığını dəyişmədən tətbiq edib və nəticə əldə edib. Digər şagird isə işi planlaşdırdığını, hansı məlumatların vacib olduğunu müəyyənləşdirdiyini, bir neçə mümkün üsulu sınadığını və sonda tapdığı cavabı müəyyən şərtlərlə tutuşduraraq yoxladığını izah edir. Bu situasiyada müəllimin dediyi yanaşmanı daha dəqiq ifadə edən fikir hansıdır? Baxaq. Demək, iki şagird var, eyni məsələni həll ediblər. Şagirdlərin biri nümunəyə baxır, sadə yolla həll edir. Digər şagird isə fərqli üsullardan həll edir. Yəni eyni cavabı alırlar. Amma bu daha mürəkkəb, daha alternativ yollardan istifadə edir. Yəni əvvəl verilənləri yazır, əlaqə qurur. Yəni bunun həll yolu gələcəkdə qarşına çıxan məsələləri etməkdə də həmin şagirdə yardım edəcək, kömək edəcək. İndi baxaq. Əldə olunan nəticənin düzgün olması tətbiq edilən yanaşmanın kifayət qədər effektiv olduğunu göstərir və bu səbəbdən birinci şagirdin üsulu etibarlı hesab oluna bilər. Burada bizdən nəyi soruşur? Yanaşmanı daha dəqiq ifadə edən fikir hansıdır? Bəli, bu deyil. Çünki birinci şagirdin üsulu nə idi? Sadə idi. Nümunəyə baxmışdı, yerinə yetirmişdi tapşırığı. Ona görə A-nı götürmürük. İkinci şagirdin yanaşması, planlaşdırma, ikinci şagirdin yanaşması, planlaşdırma, əsas məlumatların seçilməsi, alternativ yolların sınağı və nəticənin şərtlərlə yoxlanılmasını əhatə etdiyi üçün müxtəlif tip məsələlərə uyğunlaşdırıla bilən yanaşmanı ifadə edir. Bəli, doğru cavab B variantıdır. Yəni, şagird alternativlər seçib, şagird müxtəlif tipli məsələlər var ki, bu yollarla həmin məsələni həll edə bilər. C-yə baxaq. Birinci şagirdin istifadə etdiyi ardıcıllıq daha sürətli nəticə verdiyi üçün gündəlik dərs fəaliyyətində daha praktik sayıla bilər. Xeyr, burada daha praktik sayıla bilməz. Çünki sadə yolla həll etmişdi. D-yə baxaq. İkinci şagirdin yanaşması daha çox mərhələ tələb etdiyindən
bütün situasiyalarda eyni dərəcədə səmərəli olmaya bilər. Xeyr, burada alternativlər var, burada şagird başqa yollardan istifadə edib. Yəni bu səmərəli olmaya bilər. Əslində səmərəlidir. Yanlışdır. Deməli, C-də yanlışdır. Hər iki şagird eyni nəticəyə gəldiyinə görə istifadə olunan yanaşmalar arasında gələcək tətbiq baxımından ciddi fərq yoxdur. Ciddi fərq var. İkinci şagird daha alternativ yollar seçmişdir. Daha deməli mürəkkəb üsullardan istifadə etmişdir. Bu da gələcəkdə qarşına çıxacaq məsələləri həll etməkdə ona faydalı olacaq. Y də doğru deyil. Cavab B variantı. 11-ə baxaq. Yanlış fikri müəyyən edin. Şagirddə metakognitiv bacarıqların inkişafı, onun özünə nəzarət etməsində, öyrənmə strategiyalarına dəyişiklik etməsində təzahür edir. Yanlış fikir hansıdır? Biz onu seçməliyik. Demək, əlbəttə bu doğrudur. Şagird özünə nəzarət edəcək, öyrənmə strategiyalarını dəyişməklə deməli metakognitiv bacarığın inkişafını quracaq. Yəni şagird özünü müşahidə etdi, özündən agah oldu, başqasından rəy aldı özü haqda məlumatlı oldu. Yəni özünü monitorinqdir bu. Özünü müşahidə etdi, agah oldu, başqasından rəy aldı, özü haqda məlumat topladı. İndi özünü tənzimləyəcək, özünü idarə edəcək. Yəni burada da yenə məqsəd qoyur, məqsədin müəyyənləşdirilməsi, plan qurmaq, yəni planlaşdırma, emosiyaların tənzimlənməsi, uyğunlaşma. Özünü qiymətləndirmədə də deməli hansıları idi? Qiymətləndirmə, bir də refleksiya. Deməli A doğrudur, yanlış lazımdır bizə. Şagirdlərin metakognitiv bacarıqlarının inkişafı onların malik olduqları bilik və bacarıqlar arasında effektiv şəkildə əlaqə qurmalarına təsir edir. Bilik və bacarıqları arasında əlaqə, əlbəttə, şagird metakognitiv bacarıqları şagirdin biliyi ilə bacarığı arasında əlaqə quracaq. Bu da doğrudur. Şagirdlərin metakognitiv bacarıqlara sahib olması yalnız akademik dərslərlə məhdudlaşmır, onlara həyatın müxtəlif sahələrində uğur qazanmalarına şərait yaradır. Əlbəttə, C-də doğrudur. Şagird metakognitiv bacarığa malikdirsə və yaxud hər bir şəxs metakognitiv bacarığa malikdirsə, o işini, məqsədini seçəcək, özünü müşahidə edəcək, məqsədini seçəcək və o məqsədə çatacaq, özünü qiymətləndirəcək, özünü refleksiya edəcək. Bu da deməli doğrudur. Şagirdlərdə metakognitiv bacarıqların inkişaf etdirilməsi onların davamlı olaraq şəxsi və peşəkar inkişafı üçün zəmin yaradır. Əlbəttə, şagirdin inkişafı üçün zəmin yaradacaq. Peşəkar inkişafı üçün zəmin yaradacaq. Çünki şagird başqasını müşahidə etmir, şagird özünü müşahidə edəcək və yaxud biz müəllimlər, biz insanlar başqasını yox, özümüzü müşahidə edirik. Məsələn, bir 24 saat gün ərzində, yəni 24 saat ərzində mən nə işlə məşğulam? Fəaliyyətimi necə qururam? Özümü müşahidə edəcəm. Bu da peşəkar inkişafa zəmin yaradır, doğrudur. Metakognitiv bacarıqlar tədrisin şagirdin özünə məxsus xüsusiyyətlərinin nəzərə alınaraq qurulmasına etibar edir. Xeyr, bu kurikulumun prinsipi olan deməli şagird yönümlülük prinsipidir ki, şagirdin özünə məxsus xüsusiyyətləri, yəni şagirdin marağını nəzərə alıb biz o deməli tədrisi qururuq. Bu şagird yönümlülük prinsipinə aiddir. Cavab Y variantı. 12-yə baxaq. Uyğunluğu müəyyən edin. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. A. Şagird tapşırıqları daha effektiv həll etmək üçün plan tərtib edir. Əgər şagird plan tərtib edirsə, plan hardaydı? Özünü tənzimləmədə. Deməli, 2-yə A aid oldu. 2A-dır. Şagird fəaliyyəti haqda məlumat müəllimdən rəy almağa təşəbbüs göstərir.
onunla diqqət etmədiyi məqamları müəyyən etmiş olur. Müəllim şagird rəy alırsa öz fəaliyyəti haqqında, müəllimdən rəy alırsa, deməli özünü monitorinq edəcək, özünü izləyəcək. Yəni müşahidə, başqasından rəy almaq və yaxud özündən agah olmaq, özünün monitorinqə aiddir. 1B. Şagird səhvlərini təhlil edərək qoyduğu hədəfə çatıb-çatmadığını müəyyənləşdirir. Baxın, təhlil edir. Hədəfə çatıb-çatmadığını müəyyənləşdirir. Bu da özünü qiymətləndirməyə aiddir ki, refleksiya edəcək. Yəni mən bu deməli hədəfə çatacağamı, çatmayacağamı? Çatacağını müəyyənləşdirir. Yəni özünü qiymətləndirməyə aiddir. 3-ə də C getdi. 1B, 2A, 3C. Cavab A variantı. 13-ə baxaq. Müəllim şagirdlərin metaqognitiv bacarıqlarının olub-olmamasını müəyyənləşdirmək üçün anket sorğusu tərtib edir. Anket sorğusunda müəllim müxtəlif tipli suallardan istifadə edir. Tərtib olunmuş hansı sual şagirdin metaqognitiv bacarığını yoxlamağa xidmət etmir? Deməli, xidmət etməyəni göstəririk. Öyrənmə zamanı fəaliyyətinizi təhlil edib və nəticələrə əsasən planınızda dəyişiklik edə bilirsinizmi? Bəli, əgər şagird öyrənmə zamanı öz fəaliyyətini təhlil edirsə və görür ki, burada zəifliyi var, planında dəyişmələr aparacaq. Yəni, daha çox vaxt ayıracaq ki, öyrənsin. Bunu edə bilirsə, deməli, onun metaqognitiv bacarığı var. Bizə lazımdır metaqognitiv, yəni olmasın, yəni ona xidmət etməsin. Hər hansı prosesə başlamamışdan əvvəl özünüzü həvəsləndirməyi vacib hesab edirsinizmi? Əlbəttə, özünü həvəsləndirirsə, emosiyalarını idarə etmədir, özünü tənzimləmədir. Bu da var. Hər gün müxtəlif fənlərdən elmi məlumatlar əldə edirsinizmi? Bəli, elmi məlumatlar əldə edirsə, bu faktoloji biliyin terminoloji hissəsidir. Yəni, elmi məlumatlar əldə edir. Bu, metaqognitiv bacarığa aid deyil. 3-ü götürürəm. Sizə çətin gələn məsələlər başqalarına da çətin gələ bilirmi? Başqalarına da çətin gələ bilirmi? Artıq başqasının haqqında məlumat alacaq. Bu, aid deyil. 4-ü də götürürəm. İnformasiyanı yadda saxlamaq üçün özünə məxsus yolunuz varmı? Bəli, bizim bir strategiyamız olmalıdır ki, mən bunu necə öyrənirəm? Yəni, 21-ci əsr bacarığıdır. Öyrənməyi öyrənmək bacarığı. Məsələn, kurikulumun keyfiyyət göstəriciləri necə öyrəndik? PEDA sözü ilə praktik olması, effektiv olması, davamlı aktual olması. Bu bir strategiyadır, yəni özünə məxsus bir yoldur. Bu da metaqognitiv bacarığa aiddir, bunu da götürmürəm. Deməli, cavab 3-4C variantı. Növbəti testə baxaq. Metaqognitiv bacarıqlarla bağlı cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin deyir. Baxaq. Şagirdlər dərs prosesində nə öyrəndikləri ilə bərabər, necə öyrəndiklərini müşahidə etməklə özləri haqqında məlumat toplayıb çatışmayan cəhətlərini aradan qaldıra bilər. Bəli, bu doğrudur. Şagird dərs prosesində yəni necə öyrənirlər, onu müşahidə edəcək, məlumat toplayacaq, çatışmayanını aradan qaldıracaq. Yəni özünü tənzimləmək aparacaq. Bu doğrudur, doğruya da doğru yazılıb. Uyğunsuzluq istəyir bizdən. Müəllim şagirdlərə refleksiya sualları verməklə onların akademik biliklərindən xəbərdar olur. Lakin bu proses şagirdin metaqognitiv bacarıqlarının formalaşması ilə əlaqəli deyil. Yəni bu metaqognitiv bacarığın formalaşması ilə əlaqəli deyil. Yəni buradan demək bir də baxıram. Müəllim şagirdlərə refleksiya sualları verməklə onların akademik biliklərindən xəbərdar olur.
Lakin bu proses şagirdlərin metaqognitiv bacarıqlarının formalaşdırması ilə əlaqəli deyil. Yanlış yazılıb bura. Yanlış yazılıb. Baxaq. Öyrənmə zamanı şagirdin qarşısına çətinliklər çıxdıqda o həvəsdən düşür və məqsədə çata bilmir. Bu xüsusiyyət şagirdin metaqognitiv bacarıqlarının inkişafa ehtiyacı olduğunu göstərir. Bəli, bu doğrudur. Şagird əgər ruhdan düşürsə, hədəfə çatmayıb, ruhdan düşürsə, özünün emosiyalarını idarə etməyə bacarmalıdır. Bu metaqognitiv bacarığa ehtiyac duyulur ki, şagirddə bu bacarıq formalaşdırılsın. Bu doğru fikirdir. Doğru fikrə yanlış yazılıb. Deməli, uyğunsuzluq burada pozulub. Növbəti, demək, ilin əvvəlində şagirdin dərsdə akademik nailiyyətləri zəifdir. Buna baxmayaraq, o müəllimin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışır və ilin sonuna doğru fəaliyyətində irəliləyişlər müşahidə olunur. Bu situasiyaya əsasən şagirdin metaqognitiv bacarıqlarının inkişaf etdiyini deyə bilərik. Doğru fikir yazılıb burada. Yəni, burada da biz uyğunsuzluğu seçməliyik. Uyğunsuzluğu seçməliyik. Çünki bizdən uyğunsuzluğu istəyir. Demək, ilin əvvəlində şagirdin dərsdə akademik nailiyyətləri zəifdir. İlin əvvəlində zəifdir. Buna baxmayaraq, o müəllimin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışır və ilin sonuna doğru fəaliyyətində irəliləyişlər müşahidə olunur. Bu situasiyaya əsasən şagirdin metaqognitiv bacarıqlarının inkişaf etdiyini deyə bilərik. Yəni, bu ilin əvvəlində şagird zəif olub, ilin sonunda müəllim görür ki, şagirddə irəliləyişlər var. Burada metaqognitiv bacarığın doğru olduğunu deyə bilərik. Yəni, burada şagirdin fəaliyyətində irəliləmə olsa da, biz şagirdin özü ilə bağlı, bu situasiyada yəni özü ilə bağlı hər hansı bir fikir verilməyib, ona görə də bura doğru yazılıb. Sadəcə müəllim şagirdin fəaliyyətini izləyib və şagirdi inkişaf etdirib, şagird aşağı səviyyədən yuxarı səviyyəyə gəlib. Bu qiymətləndirmədir. Müəllim şagirdi izləyib. Bura doğru yazılıb, amma bu yanlışdır. Çünki metaqognitiv bacarığa sırf olaraq deyə bilmərik. Qiymətləndirmə aparıb sadəcə, izləyib, formativ qiymətləndirmə, şagirdi izləyib. Deməli, bir də götürürəm 4-ü. Deməli, 3, 4, cavab Y variantı. Növbəti suala baxaq. Sinifdə iki şagird arasında münaqişə baş verir. Müəllim dərsdən sonra onlara təklikdə danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır. Şagirdlərə duyğularını və düşüncələrini dərk etməyə və qarşı tərəfin mövqeyini müəyyənləşdirməyə yardım edir. Bu onlara daha effektiv ünsiyyət və münaqişənin həlli strategiyasını müəyyən etməyə imkan verir. Situasiyaya əsasən müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur? Bizə doğru olan hansıdır, o fikri seçməliyik. Müəllimin məqsədi sinifdə qaydalara əməl etmədiyinə görə cəza metodundan istifadə edir. Xeyr, burada müəllim cəza metodundan istifadə etmir. Sadəcə olaraq şagirdlərin öz aralarında, yəni şagirdlər davranışlarına özləri nəzarət edəcək, baxacaq, mövqeylərini müəyyənləşdirəcək. A doğru deyil. Müəllim şagirdlərə bir-birinə hörmət etmələri üçün milli kimlik hissini aşılayır. Milli kimlik hissi bir-birinə hörmət etmələri üçün deyil. Milli kimliyin dərki milli iftixar hissi, vətənə sevgi, bayrağa sevgi, şəhidlərimizə, qazilərimizə sevgi. Yəni milli kimliyin dərki budur, milli iftixar hissi budur. Bu da uyğun deyil.
Müəllim şagirdlərdə tənqidi düşüncəni inkişaf etdirməyi hədəfləyir ki, uşaqlar mübahisə zamanı arqumentlərdən məharətlə istifadə edə bilsinlər. Mübahisə zamanı arqumentlərdən məsələn istifadə edirlərsə, onlar bir-birinə daha da məsələn münaqişə daha da artacaq. Yəni biri deyəcək, sözünü deyəcək, əsaslandıracaq və beləliklə o arqumentlər gətirəcək və bu da o münaqişənin aradan qalxmasına səbəb olmayacaq. Əksinə daha da münaqişə artacaq. Şagirdlərdə metakognitiv düşünmə bacarığını inkişaf etdirərək onlara özünə məxsus, özünə nəzarət bacarığının inkişafı üçün şərait yaradır. Özünə nəzarət bacarığının inkişafı üçün şərait yaradır. Bəli, 15-də deməli, özünə məxsus bacarığı olmalıdır. Yəni, özünə nəzarət olmalıdır. D variantı, deməli, D variantı doğrudur. Müəllimin addımı şagirdlərin idraki prosesindən xəbərdar olma bacarığının inkişaf etdirməyə yönəlmişdir. Müəllimin addımı şagirdlərin idraki prosesində xəbərdar olma bacarığının inkişaf etməyə yönəlmişdir. Bu da uyğun deyil. Deməli, cavab oldu D variantı. 16-ya baxaq. Uyğunluğu müəyyənləşdirin. Uyğunluğu müəyyənləşdirin. Metakognitiv bacarıqlarını inkişaf etdirən şagird öz idrak potensialından daha səmərəli istifadə edə və öyrənməni idarə edə bildiklərindən daha yüksək təlim nəticələrinə nail olurlar. Bəli, bir doğrudur, biri götürülür. Metakognitiv bacarığa sahib şagirdin tənqidi düşüncəsi inkişaf etmiş olur ki, bu da ona həm karyera, həm də şəxsi həyatında düzgün qərarlar qəbul etməyə şərait yaradır. Bəli, bu da doğrudur. Çünki metakognitiv bacarığı olan şagird tənqidi düşüncəsini inkişaf etdirmiş olur, karyerasında və ya şəxsi həyatında düzgün qərarlar qəbul etməyə şərait yaradacaq bu bacarıq. 2 də doğrudur. Yanlışa baxaq. Metakognitiv bacarıqlar şagirdlərə səmərəli şəkildə necə öyrəndiklərini anlamağa və effektiv öyrənmə strategiyalarından istifadə etməyə imkan yaradır. Əlbəttə, 3 də doğrudur. Yanlış olduğu üçün götürmürük. Deməli, burada 4 fikrin 4'ü də doğrudur. Uyğunluq deyirsə biz doğruları götürəcəyik. Şagirdlərdə özünü qiymətləndirmə bacarığının inkişaf etdirilməsi onlara davamlı inkişaf üçün imkan verir. Bəli, bu da doğrudur. Amma götürmürük. Deməli, bunları götürmürük. Cavab olur. Demək, 1-2 C variantı. 17-yə baxaq. Aşağıda verilən cavablardan hansı şagirddə metakognitiv bacarığının olduğunu göstəricisi ola bilər? Yəni, baxaq. Şagird layihə üzərində işə başlamazdan öncə problemlə bağlı müxtəlif açıq tipli suallar tərtib edir. Burada metakognitiv bacarığın olduğunu göstərə bilər. Bu uyğun deyil. Çünki şagird nə edəcək? O problemlə bağlı açıq tipli suallar tərtib edəcək. Bu deyil. Şagird problemin həll yollarını müəyyənləşdirmək məqsədi ilə real həyati situasiyalarla əlaqə yaradır. Burada da şagird problemi həll etmə bacarığıdır şagirddə. Həyati bacarıqdır. Yəni, real həyati situasiyalarla əlaqə yaradır. Yəni, fənn üstü inteqrasiyadır bu. Bu deyil. Şagird layihə işi üzərində işləyərkən müxtəlif anlayışlar arasında əlaqə yaratmaq üçün qeydlər aparır. Yenə də bu layihə işi ilə bağlıdır. Yenə burada da bu uyğun deyil.
Şagird layihəni daha kiçik hissələrə bölüb, bəzilərinin icrasını komanda üzvlərindən birinə tapşırmaqla səmərəli nəticə əldə etməyi planlaşdırır. Yəni şagird bunu planlaşdırır, planlaşdırır. Başqasına tapşırmaq, xeyr, bu da uyğun deyil. Şagird müntəzəm olaraq inkişafını izləyir, bəli, inkişafını izləyir. Problemlərini müəyyən edir, hansı problemi var, onu müəyyən edir. Lazım gəldikdə istifadə yollarını təkmilləşdirir. Bəli, şagird burada metakognitiv bacarığa malikdir, özünü monitorinqdir. Özünü tənzimləmədir və özünü qiymətləndirmə. Cavab Y variantı. 18-ə baxaq. Müəllim şagirdlərə şəxsi jurnal tutmağı tapşırır. Burada günlük fəaliyyətlərin planlaması ilə bağlı, həmçinin hər gün çətinlik çəkdikləri məqamları qeyd etməyi bildirir. Şagirdlər həftə sonu sinif saatında qeydlərini müzakirə etməli, bir-birlərinə rəy verməlidirlər. Situasiya ilə bağlı yanlış fikri müəyyənləşdirin. Demək, burada bir də oxuyum. Müəllim şagirdlərə şəxsi jurnal tutmağı tapşırır. Burada gündəlik fəaliyyətlərinin planlaşdırılması ilə bağlı, həmçinin hər gün çətinlik çəkdikləri məqamları qeyd etməyi tapşırır. Şagirdlər həftə sonu sinif saatında qeydlərini müzakirə etməli, bir-birlərinə rəy verməlidirlər. Yanlış fikri tapırıq burada. Bu fəaliyyət şagirdlərdə vaxtın düzgün idarə edilməsi bacarığının inkişafına şərait yaradır. Bizə yanlış fikir lazımdır. Bəli, bu doğrudur, amma yanlışı götürməliyik biz. Şagirdlərin tapşırığı icra etmələri onlara təkmilləşdirilməli olduqları məqamları müəyyənləşdirməyə yardım edir. Bəli, bu da doğrudur. Yəni, bu da doğru fikirdir. Növbətinə keçək. Şagirdin yoldaşından rəy alması ona öz işini doğru təhlil etməsinə imkan verir. Bəli, şagird yoldaşından rəy alacaq və o rəy əsasında öz işini təşkil edəcək. Görün, bu rəy mənə doğru verilibdir, mən təşkil edəcək, artıq təhlil edəcək. Bu da şagirdə metakognitiv bacarığı formalaşdıracaq, özünü monitoring. Bu da deyil. Şagirdlər fəaliyyət zamanı mövzu ilə bağlı daha çox məlumat toplamaqla informasiya savadlığının səriştəsini inkişaf etdirəcək. Burada informasiya toplamaqla, deməli, informasiya toplayır şagird. İnformasiya toplayır, elə cavab budur. Çünki savadlıq səriştəsini inkişaf etdirəcək. Biz burada metakognitiv bacarıqdan danışırıq. Demək, burada şagird fəaliyyət zamanı mövzu ilə bağlı daha çox məlumat toplamaqla, informasiya savadlığı səriştəsindən istifadə edəcək. Demək, informasiyanı əlbəttə ki, deməli, sosial şəbəkələrdən toplanır, yəni bu internetdən toplanır, yəni burada da informasiya savadlığı, bu informasiyanın etibarlı olub-olmaması ilə bağlı məlumat əldə etməlidir ki, bu da informasiya savadlığına aiddir. Cavab D variantıdır. Y-yə də baxaq. Şagirdlər tapşırığı icra etmək üçün prosesə köklənəcəklər ki, bu da onlarda effektiv öyrənmənin baş verməsinə şərait yaradacaq. Yəni, şagird tapşırığı icra etmək üçün prosesə köklənəcəklər. Əlbəttə, bu da doğru fikirdir. Götürmürük. Yanlış olan, deməli, şagirdlər fəaliyyət zamanı mövzu ilə bağlı daha çox məlumat toplamaqla informasiya savadlığı səriştəsini inkişaf etdirəcəklər.
şagirdlərin o situasiya ilə bağlı olan, o situasiya ilə bağlı deyil bu fikir. Bu fikir doğru fikirdir, amma situasiya ilə bağlı deyil. Ona görə cavab D variantıdır. Verilən fikirlərdən hansı yanlışdır? Baxaq. Metakognitiv bacarığa sahib şagird səhv istiqamətə getdiyini gördükdə yanaşmasını dəyişir. Beləliklə, problem həll etmə təsadüfi cəhdlərlə deyil, planlı və özünü yoxlayan düşünməyə əsaslanır. Bəli, bu metakognitiv bacarığa aiddir. Şagird səhv getdiyini bilirsə, özü haqqında məlumatlı olursa, o səhvini düzəldəcək, özünü tənzimləyəcək. Yanlış fikir lazımdır. A-nı götürmürük. Metakognitiv bacarıqlar şagirdin nəyi bildiyini və nədə çətinlik çəkdiyini müəyyənləşdirib, öyrənməni planlaşdırılmasına imkan verdiyi üçün akademik nəticələrin yaxşılaşmasına səbəb olur. Bu da doğrudur. Özünü tənzimləmə prosesi var burada. Metakognitiv bacarığın bir hissəsidir. Metakognitiv bacarıqlara sahib şagird səhvlərini görərək vaxtını səmərəli idarə edir və bacarıqlarını inkişaf etdirməyin yolunu bilir. Bəli, vaxtı düzgün, səmərəli istifadə edirsə, vaxtı idarə edirsə, bu da şagird öz üçün strategiya qurur, öz işini planlayır, nizamlayır. Metakognitiv bacarıqlar şagirdin öz emosiyalarını dərk etməsinə, emosional reaksiyalarını məqsədə uyğun şəkildə yönəldilməsini asanlaşdırır. Emosiyaların idarə olunması özünü tənzimləmədədir. Bu da metakognitiv bacarıqdır. Doğrudur. Metakognitiv bacarıqlar şagirdin özünə nəzarətini artırır. Şagird artıq əlavə müəllim dəstəyinə ehtiyac duymur. Öyrənmə prosesi əsasən fərdi şəkildə davam edir. Baxın, birinci hissə doğrudur, amma son cümlələrə baxaq. Metakognitiv bacarıq şagirdin özünə nəzarətini artırır. Bəli, bu doğru fikirdir. Şagird artıq əlavə müəllim dəstəyinə ehtiyac duymur. Bu yanlışdır. Öyrənmə prosesi əsasən fərdi şəkildə davam edir. Yanlış olan Y variantıdır. 20-yə baxaq. Şagird tapşırığı yerinə yetirdikdən sonra belə düşünür. Bu tapşırıqda hansı addımda səhv etdim? Bu səhvə nə səbəb oldu və növbəti dəfə daha düzgün nəticə almaq üçün strategiyamı necə dəyişməliyəm? Bu ifadə şagirdin hansı bacarığını daha çox əks etdirir? Şagird nəticəni yaxşılaşdırmaq üçün çox təkrar etməyi planlaşdırır və eyni üsulu davam etməyi düşünür. Bu aid deyil bura. Nə üçün? Çünki səhv etdiyini, hansı addımda səhv etdim, səhvə nə səbəb oldu, növbəti dəfə daha düzgün nəticə almaq üçün strategiyamı mən necə dəyişməliyəm? Şagird bunu düşünür. Amma burada deyir ki, çox təkrar etməyə planlaşdırır. Bu deyil. Şagird icra etdiyi addımları qiymətləndirir, səbəbini analiz edir və növbəti fəaliyyət üçün strategiya düzəliş edir. Cavab B variantıdır. Çünki artıq təhlil elədi fəaliyyətini və səhvini düzəldir. Üzrü sayın. Demək, C variantına keçirik. Şagird tapşırığın düzgün cavabını müəllimdən öyrənib, onu növbəti dəfə tətbiq etməyə hazırlaşır. Müəllimdən öyrənib. Bu da yanlışdır. Şagird özünün ümumi fəal tərəfini müəyyən edib, onun əsas səbəb kimi qəbul edir və əlavə resursların ehtiyac olduğunu düşünür. Resurslara ehtiyac olduğunu düşünür. Bu da situasiya ilə bağlı deyil. Şagird tapşırıqdan sonra balını nəzərdən keçirir və nəticə aşağıdırsa daha çox işləmək lazım olduğunu qərarlaşdırır. Bu doğru fikirdir, amma situasiya ilə uyğun deyil. Cavab B variantı. 21-ə baxaq. Uyğunluğu müəyyən edin. Demək,
uyğunluğu müəyyən edirik. Yəni hansı uyğundur onu seçirik. Şagird testdə səhvlərini görən zaman yenidən o mövzunu təkrarlayır. Dərsi hissələrə bölüb öyrənir. Çətinlik çəkdiyi zaman məyus olmur. Şagird deməli çətinlik çəkdiyi zaman məyus olmursa, bu emosiyaların idarə olunmasıdır. Özünü tənzimləməlidir. 1-ə getdi B. Şagird verilən tapşırıqları etdikdən sonra işinin tələblərinə uyğunluğunu müəyyənləşdirir. Tələblərinə uyğunluğunu müəyyənləşdirir. Yəni uyğunluq varsa, bu özünü tənzimləməlidir. Deməli, uyğunluğunu müəyyənləşdirirsə, bu özünü qiymətləndirmə. Deməli, 2C-dir. Şagird ev tapşırığını şagird yoldaşı ilə birlikdə edir. Bu zaman qarşılıqlı fikir mübadiləsi edir. Səhvləri üzə çıxarırlar. Burada da deməli özünü monitorinqdir. Onlar səhvlər üzə çıxırsa, deməli onlar özünü monitorinq edirlər ki, burada da 3-də də cavab A variantıdır. Deməli 1B, 2C, 3A. Cavab A variantı. Metakognitiv bacarıqlarla bağlı yanlış fikri müəyyən edin. Metakognitiv bacarıqlar insanın necə öyrəndiyini dərk edib planlama, özünü izləmə və nəticəni qiymətləndirmə yolu ilə öyrənməni tənzimlənməsidir. Bəli, doğrudur bu. Deməli, bu öyrənməni tənzimləyir. Bu doğrudur. Bizə yanlış fikir lazımdır. Götürmürəm. Özünü qiymətləndirmə şagirdin işini əvvəlcədən müəyyən olunmuş meyarlara əsasən dəyərləndirib güclü və inkişaf etdirilməli tərəflərini görməsi və növbəti addımlarda nəzərə alınmasıdır. Burada da metakognitiv bacarıq var. Metakognitiv bacarıqlar öyrənəni pasiv iştirakçıdan aktiv və şuurlu öyrənənə çevirərək onun problemləri daha məqsədli, səmərəli və davamlı şəkildə həll etməsinə imkan yaradır. Bəli, bu da doğrudur. Harda passivdir, harda aktivdir, şuurlu olaraq onu öyrənir, o problemi məqsəd yönlü deməli həll edir. Buna imkan yaradır. Metakognitiv bacarıqlar şagirdə öyrənməni məqsədli idarə etməyə kömək edir. O nəyi bildiyini və nəyi bilmədiyini ayırd edir, uyğun strategiya seçə bilir. Bu da doğrudur. Metakognitiv bacarıqlar şagirdin öyrənmə prosesində istifadə etdiyi strategiyaları tətbiq etməsi ilə formalaşır və bu strategiyaların effektivliyi əldə olunan nəticələrlə müəyyən olunur. Demək, burada Y variantı, burada Y variantı yanlış fikirdir. Y variantı yanlışdır. Yəni, şagirdin öyrənmə prosesində istifadə etdiyi strategiyaları tətbiq etməsi ilə formalaşır və strategiyaların effektivliyi əldə olunan nəticələrlə müəyyən olunur. Bu fikir doğrudur, amma yəni bu bacarıqla bağlı deyil. Metakognitiv bacarıqla bağlı deyil. Metakognitiv bacarıq odur ki, şagird özünü müşahidə edəcək, özündən agah olacaq, başqasından özü haqda rəy alacaq. Bu özünü monitorinqdir. Daha sonra şagird özünü tənzimləyəcək, yəni özünü idarə etmə var burada, məqsədini qoyacaq, plan quracaq, emosiyalarını tənzimləyəcək, bir də uyğunlaşma. Sonda da özünü qiymətləndirməlidir ki, yəni hər bir insan öz hərəkətini, öz davranışını, öz öyrənmə tərzini özü qiymətləndirməlidir və refleksiya etməlidir. Mən nəyi yaxşı bildim, nəyi yaxşı bilmədim. Onları refleksiya edib o çətinlikləri aradan qaldırmalıdır.
23-ə baxaq. 23 uyğunluğu müəyyən edin. Bu bacarıq şagirdin hərəkətlərini, davranışlarını və idraki prosesini müşahidə etməsidir. Müşahidə varsa, özünü monitorinqdir bu. Bu bacarıq hər hansı bir məqsədə çatmaq üçün şagirdin idraki, emosional vəziyyətini nəzarətdə saxlayaraq idarə etməsidir. Bu da özünü tənzimləmədir. Artıq nəzarət var burada, nəzarətdə saxlama. Bu bacarıq şagirdə fəaliyyəti və ya öyrənməsi haqda refleksiya etməyə imkan yaradır. Refleksiya edirsə, özünü qiymətləndirməlidir. Baxaq. Bəli, burada verilib. Deməli, şagird təqdimat hazırlayan zaman təqdimata nə qədər vaxt sərf etdiyini, hansı məqamları çətinliklərlə icra etdiyini qeyd edir. Qeyd edirsə, deməli, bu nədir? Qeyd etmə varsa, burada artıq şagird müşahidə edib, qeydlər aparır, məlumat toplayır. Deməli, birə aiddir, A. Bir yazıram bura. Daha sonra, şagird imtahana hazırlaşan zaman çətinliklə qarşılaşdıqda həvəsdən düşmür, özü üçün gündəlik hədəflər qoyur və hədəflərə çatmaq üçün plan hazırlayır. Bu özünü tənzimləmədir. Özünü tənzimləmə 2-yə aiddir. Şagird layihəni hazırladıkdan sonra fəaliyyətinin doğru və ya yanlış tərəflərini meyarlar əsasında mühakimə edir. Bu da özünü qiymətləndirmədir. Bu da 3-dür. Deməli, 1A, 2B, 3C. Cavab Y variantı. 25-ə baxaq, 24-ə. Demək ki, metakognitiv bacarıqla bağlı hansı fikir yanlışdır? Bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəylərin faydası var. Yanlış olanı tapmalıyıq biz. Demək, bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəylərin faydası var. Bəli, insan özünü monitorinq etdikdə başqasından rəy alacaq. Bu doğru fikirdir. Bunu götürmürük. İnsan məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı bacarmalıdır. Bu özünü tənzimləməlidir. Doğrudur. Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir. Bu da özünü monitorinqdir. Bu da doğrudur. Bizə yanlış olan lazımdır. Metakognitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqların da inkişafına təsir edəcək. Demək, burada metakognitiv bacarıqların şagirdlərdə formalaşması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqların inkişafına da təsir edəcək. Yanlış istəyir də bizdən, bacarıqlarla bağlı. Bəli, bu doğru fikirdir, amma metakognitiv bacarıqla bağlı yanlışdır. Bu metakognitiv bacarıqla bağlı deyil. Metakognitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqların da inkişafına təsir edəcək. Bəli, təsir edəcək. Lakin bizə nə deyir? Metakognitiv bacarıqlarla bağlı hansı fikir yanlışdır? Bu bacarıqlarla bağlı olaraq bu fikir yanlışdır. Bunun nəticəsi olaraq doğrudur amma. Ona görə D-ni götürürəm. Yanlış olan D variantıdır. Müəllim şagirdin dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdlərin diqqətini dərsə cəlb edib, onlarda özünü qiymətləndirmə bacarığını formalaşdıra bilər.
Özünü qiymətləndirmə, əlbəttə ki, metakognitiv bacarıq da var. Bu da formalaşırsa, deməli biz bu metakognitiv bacarıq kimi bir komponenti kimi götürürük. Bu da doğru deyil. Yanlış olan D variantıdır. Yenə də D variantı doğru fikirdir. Lakin metakognitiv bacarığa aid fikir deyil. Yəni metakognitiv bacarıqda nə var idi? Özünü monitoring var, özünü tənzimləmə, özünü qiymətləndirmə. 25-ə baxaq. Verilmiş cavablardan hansında şagirdin metakognitiv bacarıqlara malik olduğunu demək olmaz. Yəni metakognitiv bacarıq yoxdur. Hansındadır baxaq. Şagird öyrənmə prosesini daha səmərəli təşkil etmək, mövzuları dərindən mənimsəmək üçün vaxtının necə effektiv şəkildə istifadə edəcəyini planlayır. Bəli, planlama varsa burada metakognitiv bacarığı var şagirdin. Şagird qarşıdan gələn imtahan sessiyasına hazırlaşarkən hədəflər müəyyən edir. Həmin hədəflərə çatmaq üçün strategiyalar düşünür. Deməli, hədəf müəyyən edir. Strategiya qurursa, burada da deməli metakognitiv bacarıq var. Daha sonra şagird mövqeyini və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək üçün fəaliyyəti ilə bağlı qeydlər aparır. Buna əsasən həlledici nüansları müəyyənləşdirir. Burada da şagirdin metakognitiv bacarığı var. Şagird mövzunu daha dərindən araşdırmaq üçün təlimata əsasən etibarlı mənbələri müəyyənləşdirir. Vacib amillərin qeydlərini aparır. Şagird burada özü üçün qeydlər aparmır. O mövzu haqqda mövzunu araşdırır, özünü araşdırmalı idi metakognitiv bacarıqda. Mövzunu araşdırır, təlimata əsasən də etibarlı mənbələri müəyyənləşdirir. Bu informasiya savadlılığıdır. Cavab D variantıdır. Yəni bu metakognitiv bacarıqla bağlı cavab deyil, ona görə D-ni götürürük. Şagird dərs zamanı qarşılaşdığı çətinliklərə fərqli nöqteyi nəzərdən yanaşaraq onları uyğun strategiyalarla həll etməyə çalışır. Burada da metakognitiv bacarıq var. 26-ya baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyir. Doğrudan doğrunu götürürük, yanlışdan yanlışı götürürük. Demək, şagirdlər emosiyalarını necə idarə edəcəkləri ilə bağlı məlumatlı olduqda çətin tapşırıqların öhdəsindən uğurla gələ bilirlər. Bəli, bu özünü tənzimləmədədir. Emosiyalarını idarə edir və o çətin tapşırıqların öhdəsindən gəlir. Biri götürürük, bir doğrudur. Şagirdin verilmiş məlumat, təlimat üzrə tapşırıqları icra etməsi onun metakognitiv bacarıqlarının formalaşdırılmasını təmin edir. Burada tapşırığın icra etməsi sadəcə tətbiq etməlidir. Bu deyil. Bunu götürmürük. Yanlışa baxaq. Metakognitiv bacarıqlara sahib olan şəxslər müxtəlif problemləri hər kəsin istinad etdiyi yolla həll etməyi ilə fərqlənir. Metakognitiv bacarıqlara sahib olan şəxslər müxtəlif problemləri hər kəsin istinad etdiyi yolla xeyr, bu yanlışdır. Hər kəsin istinad etdiyi yolla həll etmələri ilə fərqlənirlər. Yəni burada yaradıcı təfəkkürdən danışır bu, amma bu yanlış bir fikirdir. Metakognitiv bacarıq üçün bu yanlış bir fikirdir. Deməli, yanlışdan yanlışı götürürük. Şagirdlərdə özünü qiymətləndirmə bacarığının inkişaf etdirilməsi onlarda yalnız metakognitiv bacarıqların deyil, mühakimə bacarıqlarının inkişafına da şərait yaradır. Bəli, bu doğru fikirdir. Götürmürəm. Deməli, cavab 1-3 Y variantı. 27-yə baxaq. Cədvələ əsasən metakognitiv bacarıqlarla bağlı uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuzluq doğrudan yanlışı götürürük, yanlışdan da doğrunu götürürük.
E, Danışıq dərslərindən sonra şagird nə qədər inkişaf etdiyini və nələrin hələ də zəif olduğunu müəyyən edir. Bu doğru fikirdir, bizdən də uyğunsuzluq istəyir. Ona görə götürmürəm. Doğrudan yanlışı götürməliyəm. Şagird essedə tapşırıqları yerinə yetirdikdən sonra onun meyarlara uyğunluğunu yoxlayır. Yəni essedə verilən tapşırıqları yerinə yetirən zaman uyğunluğu yoxlayır. Bu da doğru fikirdir. Ona görə uyğunsuzluq deyir bizə. Ona görə bunu da götürmürük. Bəli, bunu da götürmürük çünki doğru fikirdir. Yanlışa baxaq. Şagirdlər esse yazarkən müəyyən sözlərin yazılışı ilə bağlı çətinlik çəkdiyini bilir və yazdığı esse ilə bağlı yoldaşından rəy alır. Şagird burada çətinlik çəkdiyini bilir, özündən məlumatlıdır. Yoldaşından da rəy alır, başqasından rəy alır. Yenə özünü, deməli, başqasından rəy almada özünü monitorinqdir. Bu doğru cavabdır, amma uyğunsuzluq var. Yanlışdan doğrunu götürürük. Çünki uyğunsuzluq istəyir bizdən. Təmkinlə davranmağa başladıqdan sonra şagird əslində hər zaman haqlı olduğunu, səbirli olduqda yoldaşlarından da faydalı məlumatlar əldə edə biləcəyini müşahidə edir. Bəli, bu da doğru fikirdir. Yəni biz təmkinlə davransaq və yaxud şagird təmkinlə davransa, haqlı olduğunu, səbirli olduqda yoldaşlarından da faydalı məlumatlar əldə edəcəyini müşahidə edir. Deməli, bu da doğru fikirdir, amma yanlışda olduğu üçün biz bunu götürürük. Yəni 3, 4 cavab D variantı. 28-ə baxaq. Verilmiş fəaliyyətlərdən hansı şagirdlərdə metakognitiv bacarıqların formalaşdırılmasına xidmət etmir? Şagird öyrənmə prosesində bacarıqları haqda danışıb, istifadə etdikləri üsulların faydalarını izah edir. Bəli, burada var. Burada formalaşmağa xidmət edir. Amma bizdən deyir ki, etməsin. Şagird öyrənmə xüsusiyyətlərini müəyyənləşdirmək üçün gündəlik tutur. Həftəlik fəaliyyətini təhlil edir. Burada da gündəlik tutur, yəni özünü müşahidə edir, özünü monitorinq edir. Şagirdlər qrup işi zamanı sosial bacarıqlarını dəyərləndirmək üçün yoxlama vərəqlərindən checklist istifadə edirlər. Yəni, şagird yenə sosial bacarıqlarını dəyərləndirmək üçün yoxlama vərəqindən istifadə edirsə, yenə də özünü müşahidə edəcək. Burada da metakognitiv bacarıq var. Şagirdlər verilmiş mətnin xüsusiyyətlərini əvvəlcə fərdi şəkildə araşdırıb, sonra cütlər şəklində qruplaşdırırlar. Cavab D variantıdır. Burada metakognitiv bacarıqla əlaqə yoxdur. Sadəcə mətnin xüsusiyyətlərini əvvəl fərdi işləyirlər. Deməli, verilmiş mətnin xüsusiyyətlərini əvvəlcə fərdi şəkildə araşdırırlar, sonra cütlərlə işləyib, deməli, bu da metakognitiv bacarığa aid deyil. Hər bir şagird ilk olduğu hədəfə necə çatacağı və bunun üçün istifadə edəcəyi bacarıqlar haqqında məlumat verir. Bu da metakognitiv bacarığa aiddir. Növbəti testə baxaq. Hansı situasiyada şagirdin metakognitiv bacarıqların inkişafına ehtiyac duyduğunu deməyə əsas verir? Şagird imtahana hazırlaşarkən əvvəlcə mövzuları bilirəm, qismən bilirəm, bilmirəm kimi ayırır, zəif olduğu hissələr üçün plan qurur və uyğun strategiya seçir. Bəli, burada ehtiyac duyduğunu deməyə əsas vermir. Şagirdin metakognitiv bacarığı var. Çünki nəyi bilir, nəyi qismən bilir, nəyi bilmir, bunları özü araşdırır, tapır, strategiya qurur.
Şagird tapşırığa başlayanda nə istədiyini qısa yazır. İşi addımlara bölür. Çətinlik yarananda əvvəlki addımı yoxlayıb səhvi müəyyənləşdirir, düzəldir və sonda cavabını qısa yoxlayır. Bəli, burada da işi addımlara bölür, izləyir. Çətinlik yarananda əvvəlki addımı yoxlayır, səhvi düzəldir. Burada da metakognitiv bacarıq var. Şagird plan qurub vaxtını idarə edərək diqqətini izləyir. Diqqəti yayındıqda özünü toplayır və nəticəyə görə növbəti addımını tənzimləyir. Burada da metakognitiv bacarıq var. Şagird özündən halıdır. Mənim diqqətim yayındı. Bu informasiyanı qəbul edə bilmədim, başa düşmədim. Özündən halıdır. Yəni, bu da metakognitiv bacarıqdır. Şagird çalışqan və fəaldır. Tapşırığı sürətlə edib vaxtında təhvil verir. Müəllim onun artıq neçənci dəfədir ki, eyni tip yanlışları təkrarladığını müşahidə edir. Bəli, burada müəllim eyni tip yanlışları müşahidə edir ki, şagird təkrar bu yanlışları edib. Bu metakognitiv bacarığa aid deyil. Cavab D variantıdır. Şagird tapşırığı etməyə başlamazdan əvvəl hansı mövzuda çətinlik çəkdiyini təxmin edib ona uyğun yol seçir. Burada da metakognitiv bacarığa aiddir. Sonuncu suala baxırıq. Layihə hazırlamaları üçün müəllim şagirdləri qruplara ayırır və qrup daxilində onlar arasında iş bölgüsü aparıb müxtəlif tapşırıqlar verir. Şagirdlərdən biri gündəlik öhdəliyində olan məsələləri araşdırır, amma buna baxmayaraq hədəfə çata bilmir. Şagird zəif tərəflərini bilsə də çatışmazlığını aradan qaldırmaqda əziyyət çəkir. Müəllimin hansı addımı atması şagirdin problemini aradan qaldırmağa kömək edə bilər? Müəllim şagirdə daha çox tapşırıq verərək çox işləməyin vacib olduğunu bildirməklə şagirdin problemini aradan qaldıra bilər. Xeyr, şagird tapşırığın etməkdə çətinlik çəkirsə, çox tapşırıq versə də yenə çətinlik çəkəcək. Ona görə bu deyil. Müəllim şagirdin fəaliyyəti ilə bağlı müşahidələrini həftəlik olaraq onunla bölüşməsi şagirdə çatışmazlığı aradan qaldırmağa kömək edir. Xeyr, onunla bölüşür sadəcə bu. Burada səhvini başa salmır. Ona görə bu da deyil. Müəllim şagirdlərə nəzarətini daha da artıraraq tez-tez xəbərdar edici mesajlar göndərə bilər. Mesajlar göndərə bilər, yəni bu da buna kömək etməyəcək. Yüzdə xəbərdarlıq etsin. Şagird onu bilmirsə, yenə təkrar o bilməyəcək onu. Müəllim şagirdə gündəlik məqsədlərinə çatmaq üçün sistemli plan hazırlamasına kömək edə bilər. Bəli, cavab D variantıdır. Sistemli olaraq plan hazırlamasına kömək edə bilər ki, şagird özü üzərində işləyəcək, bir sistemlik var, bir plan var və bu metakognitiv bacarıqlar inkişaf edəcək. Müəllim tədris zamanı şagirdin özünə məxsus xüsusiyyətlərini nəzərə almaqla problemi aradan qaldıra bilər. Özünə məxsus xüsusiyyətlərini nəzərə alırsa, bu şagird yönümlülük prinsipidir. Yəni kurikulumun prinsiplərindən biridir. Bu da cavab deyil. Test izahlarımız bu qədər, dəyərli müəllimlər. Əməyə hörmət olaraq abunə olub, dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.